İmanın dördüncü rükünü peyğəmbərlərə iman gətirməkdir. Yəni peyğəmbərlər də Allahın seçdiyi xeyirli qullarıdır. Hansı ki Allah Azze ve Celle onları seçib və onları insanlara göndərib ki, Allahla qulları arasında dinini yaymağa, təbliğ etməyə onlar nə olsunlar? Vasitə olsunlar. Və peyğəmbərlərə də iman gətirməyimiz özündə bir neçə məsələni əhatə eləyir. Birinci, etiqad etməliyik ki, peyğəmbərlər aleyhimussalatu vesselam və elçilər, onlar mütləq olaraq bəşəriyyətin ən xeyirli insanlarıdır. Peyğəmbərlər və rəsullar bəşəriyyətin ən xeyirli insanlardır. Mümkün deyil ki, xeyirlikdə və fəzilətdə kimsə onlardan üstün olsun. Nə vəli, nə qavs, nə imam, nə də sairə. Necə ki, bəzi azmış tayfalar etiqad edirlər ki, imam və yaxud övliya peyğəmbərdən üstün ola bilər. Ona görə hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin ən əfsəl olmasını onun peyğəmbər olduğuna görə deyil, Allahın dostu olduğuna görə deyirlər. Deməli, peyğəmbərlər, birinci etiqad edirik ki, peyğəmbərlər mütləq olaraq ən xeyirli, bəşəriyyətin ən xeyirlisidirlər və ən üstünüdürlər. İkinci etiqad edirik ki, Allah Taala'nın onları peyğəmbərliyə və elçiliyə görə seçməsi onlara məxsus olan bir şeydir. Yəni bu peyğəmbərliyi və bu elçiliyi hər hansı bir vəsilə ilə, vasitə ilə əldə etmək mümkün deyil. Çünki bəzi azmışlar zənn edirlər ki, kimsə nə ilənsə peyğəmbərlik dərəcəsinə çata bilər, peyğəmbərliyə nail ola bilər. Yəni ruhi idmanla, düşünməklə, tək qalmaqla, yəni buna bənzər şeylər deyirlər ki, insan peyğəmbərlik müktəsəbdir. Yəni əldə oluna bilər, Allahdan olan bir lütf, bir rəhmət deyir. Amma Allah Taala özündən olan bir rəhmət adlandırır peyğəmbərliyi. Bunların hamısı azğınlıqdır, yoldan sapmaqdır. Peyğəmbərlik və rəsulluq Allah Azze ve Celle'nin seçməyi ilə olur. Bu bir ixtisasdır. Yəni buna heç bir şey ilə çatmaq özü özlüyündə mümkün deyil. Yalnız Allahın kimisə peyğəmbər və rəsul seçməsi ilə olub və bu artıq bitmişdir. Çünki Allah Azze ve Celle Muhammed sallallahu aleyhi ve sellemlə peyğəmbərlərin və rəsulların sonuncusu ilə peyğəmbərliyə xitam vurmuşdur, möhür vurmuşdur. Yenə də bizə vacibdir ki, və eləcə də bizə vacibdir ki, etiqad edək ki, peyğəmbərlər və rəsullar, onlara Allahın salavatı və salamı olsun, bəşəriyyətdən bir bəşərdirlər. Onlar bir bəşərdirlər, müxtəlif məxluq deyil. Yəni bəşəriyyətdən xilqətlərində, yaradılışlarında başqa şeylə seçilmirlər. Əslində bəşəriyyətə baş verən xüsusiyyətlər, bəşəriyyətə olan xüsusiyyətlər onlara da baş verir. Bəşər olaraq xilqətlərində, yaradılışlarında baş verən məsələlər bəşəriyyətdə onlara da baş verir. Onlar bəşəriyyətin seçilmişləri olmaları ilə yanaşı yenə də nədirlər? Bəşərdilər, bəşər xilqətindən, bəşər yaradılışından çıxmırlar. Bəşəriyyətin xeyirləri olsalar da belə və onların ən şərəfli və ən əzəmətli sifətlərindən Allaha qul olmalarıdır. Ona görə də Allah Azze ve Celle ən şərəfli məqamlarda peyğəmbərlərini qulluqla vəsf edir. Necə ki Allah Taala buyurur ki: "Subhanəllazi əsra bi abdihi leylan minəl məscidil harami iləl məscidil əqsa." Gecə vaxtı Haram məscidindən Əqsa məscidinə öz qulunu götürən Allah bütün nöqsanlardan münezzəhdir. Allah Taala bu şərəfli İsra və Me'raz məqamında Peyğəmbər sallallahu aleyhi və səlləmi qulluqla vəsf edir. Bu da dəlildir ki, yəni peyğəmbərlərin ən şərəfli məqamları nədir?
qul olmalarıdır. Və peyğəmbərlərə iman gətirməyimizə daxil olan məsələlərdən biri odur ki, Allahın salavatı və salamı onların üzərində olsun, onlardan adlarını bildiklərimizə adları ilə iman gətirməyimizdir. Yəni Quran və sünnədə onlardan bəzilərinin adları zikr olunub, az adlar zikr olunub. Yəni baxmayaraq ki, 124 min peyğəmbər var, onlardan 315-i rəsuldur, necə ki hədisdə, Həsən hədisdə varid olub. Lakin Allah Taala onlardan azının adını bizə zikr eləyib. Quranda 25-i keçir, sünnədə isə 3-ü keçir. Necə ki Allah Taala buyurur ki: "Və rusulan lam naqsusum alayka", elə peyğəmbərlər var ki, onları biz sənə danışmadıq. Və biz adlarını bildiklərimizə adları ilə iman gətiririk. Onlardan İbrahimdir, Nuhdur, Musadır, İsadır və ən şərəflisi də Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdir. Bu 5 peyğəmbər adını sadaladığımız, bunlar əzəmət sahibi olan elçilərdir. Necə ki Allah Taala buyurur ki: "Şər'a lekum minəd-dini ma vassa bihi Nuhun vəllazi awhayna ileykə və mə vassayna bihi İbrahim və Musa və İsa ən aqimud-dina və la tetəfərraqu fih." Şura surəsinin 13-cü ayəsi. Allah Taala buyurur ki, Allah dində Nuh'a tövsiyə etdiyini sizə də tövsiyə etdi və sənə vəhy etdiyini və eləcə də İbrahimə, Musaya, İsa'ya tövsiyə etdiyini sizə də tövsiyə etdi ki, yəni dində doğru düzgün olun və onda parçalanmayın. Ona görə də biz iman gətiririk ki, peyğəmbərlər fəzilət tərəfdən bir-birinin arasında fərqlənirlər. Elə peyğəmbərlər var ki, biri digərindən daha üstündür. Biri digərindən daha üstündür. Necə ki Allah Taala buyurur: "Tilkər rusul faddalna ba'dahum ala ba'd." O peyğəmbərlərin bəzilərini bəzilərindən üstün tutduq. Elçilər peyğəmbərlərdən, nəbilərdən əfsəldir. Və ən əfsəl elçilər də əzəmət sahibi olan elçilərdir. Bu 5 nəfərdir, hansı ki adı zikr olundu. Və bu 5 nəfərdən də ən əfsəli 2 xəlildir. Allahın 2 dostudur, Muhammed və İbrahim aleyhimussalatu vəssələmdir. Və bu 2 xəlildən də ən əfsəli Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdir. Deməli o Adəm evladının və peyğəmbərlərin və elçilərin ağasıdır və onların imamıdır. Yenə də yəni peyğəmbərlərə iman gətirməyə daxil olan məsələlərdən biri odur ki, onların sifətlərindən və əməllərindən bildiyimiz sifətlərinə və əməllərinə iman gətirək. Yəni biz bilirik ki, onların hörmətli sifətləri var, hansı ki Quran və sünnədə varid olub və bizə bütün bunlara iman gətirmək nədir? İman gətirmək vacibdir.